Son günlər şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti taxılçılığa da öz mənfi təsirini göstərməkdədir. Aramsız yağışlar biçilməli olan arpa sahələrinə ziyan vurub. Bu vəziyyət isə biçin zamanı məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq. Hər gün yağışların olması taxılı çürüdür, məhsulu yatdırır. Fermerlər deyir ki, hazırda sahələrdə biçin aparmaq mümkün deyil. Hər hektarına 800 min manat xərc çəkərək əkin aparan fermerlərin əksəriyyəti çəkdikləri xərcin mayasını belə götürə bilmirlər. Buğda mən 1 hektar 20 kvadrat əkmişəm buğda. Ona da mənim 840 manat, 850 manat civarında xərcim çıxmışdır. Yəni havaların belə qeyri-sabit keçməsi məhsuldarlığa, sentinərin az verməsi ilə nəticələnəcəkdir. Hal-hazırda da məhsullar yerdədir, biçimə elə hazır deyil. Yəni yatmışdır buğdalar, orada da gedir çürümə. Biçinə gecikirik, bu kombayn burada hazır vəziyyətdədir, yəni biçinə çıxmaq istəyirik. Keçən ilkinə nisbətən 15 gün gecikmişik. Keçən il bu vaxtında biz arası 150-200 hektardan yuxarı sahəni biçmişdik. Yəni hər gün axşam yağır, yəni gündüz işə çıxa bilmirik. Yəni gündəlik bu ziyanlıqdır. Hər hektardan məsələn 400 manat ziyan eləyirik. Biz taxıl əkdiyimiz sahədən götürdüyümüz 30 sentinə taxıl götürsək, biz elə bir ki, başa-baş oluruq da. Deməli, 30 sentrə də taxıl götürə bilmirik. Əkin biçin həddindən çox bahadır bizdə. Özəl texnikalardır, 80 manata şumdur, 40 manata səppə, 40 manata mala vurmaq. Toxumu 1 manat 20 köpüyə alırıq. Gübrələr, bir kisə amofos gübrəsi bugünkü gün 65 manatdır. Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bildirib ki, Zaqatala rayonunda aqrar sığorta fermerlərinin istifadəsindədir. Zaqatala rayonundakı fermerlər də aqrar sığortadan faydalana bilərlər. Amma yalnız sığortadan istifadə edib öz əkinlərini sığortalayan fermerlər hadisə baş verdikdə ödəniş ala bilərlər. Fermerlər öz təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq üçün sığortalamalıdırlar. İlkin Piranlı, Fidan Səfərspoyuz, Xəbər, Zaqatala.